Salam, sabahınız xeyir olsun. 11 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 82-ci günüdür. Zülhiccə ayının 25-ci günüdür və həftənin isə 4-cü cümə axşamı günüdür. Günümüz xeyirli uğurlu keçsin. 11 iyun günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, işə vaxtlı, dinc qulaqlı, sülh əminamanlıqlı, firavanlıq, bol ruzili, bərəkətli bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 11 iyun günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, işə vaxtlığı, zehin açıqlığı, yol açıqlığı arzularım, qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı isə 11 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanları can sağlığı, səbir diləyirəm. 11 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Gözəl, can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı bir gün keçirmələrini arzu edirəm. 11 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 11 iyun günündə də tarixi günlər vardır. 11 iyun günündə olan tarixi günlər bunlardır. 11 iyun günündə Avstraliya kraliçasının ad günü, doğum günü keçirildiyi gündür. Bununla yanaşı 11 iyun günündə Danimarka şahzadəsi Henry'nin anadan olma günü keçirildiyi gündür. 11 iyun günündə 1774-cü ildə Əlcəzair Yəhudiləri İspaniya ordusunun hücumlarından qaçdıqları gündür. Bununla yanaşı 11 iyun günündə 1868-ci ildə Osmanlı Qızılkaya, yəni Qızıl Aypara cəmiyyəti yarandığı gündür. 11 iyun günündə isə 1967-ci ildə İsrail-Ərəb ölkələri arasında baş verən 6 günlük müharibənin başa çatdığı gündür. 11 iyun 1988-ci ildə Londonun Mabel stadionunda Nelson Mandela 70-ci ad günü keçirilmə mərasiminin yerinə yetirildiyi gündür. Bununla yanaşı isə 11 iyun günündə demək 1993-cü ildə Azərbaycan Respublikası ilə Belarus arasında diplomatik əlaqələr qurulduğu gündür. Vətənimsən demək, döyünürsən ürəyimdə, sinəmdə, odlar yurdum, sən vətənimsən mənim, qürurumsan, damarımda qanımsan, Azərbaycan, ana yurdum mənim. Bununla yanaşı isə deməli 11 iyun günündə 2004-cü ildə Karvan Futbol Klubunun təsis edildiyi gündür və bu gün münasibəti ilə Karvan Futbol Klubunun hər birini təbrik edirəm, hər birinə uğurlar qazanmağı arzu edirəm. Bununla yanaşı 11 iyun günündə 2005-ci ildə isə G8 ölkələrinin maliyyə naziri 18 ölkənin demək borclarının bağışlanmasına dair razılığa gəldikləri gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.